Bakı şəhərinin ən böyük yaşayış məskənlərindən biri hesab olunan 6000 hektara qədər əraziyə malik Maçdağa kəndi qədim bir tarixə malikdir. Burada Azərbaycanın qədim adət və ənənələri, inam və etiqadları, şifahi ədəbiyyatı qorunub saxlanmaqdadır. Bu kənd əsrlər boyu dindar və möminlər diyarı kimi tanınmış və son 200 ildə böyük fəqih və müstəhidlər yetişdirmişdir. Belə alimlərdən biri də Həzrəti Ayətullah Seyyid Mir Hüseyni Badkubeyidir. Azərbaycanın böyük alim və müstəhidlərindən biri olan Seyyid Mir Hüseyni Badkubeyi 1883-cü ildə Bakının Maçdağa kəndində dindar bir ailədə dünyaya göz açmışdır. O, kiçik yaşlarından dini elmlərə böyük maraq göstərmiş və elə həmin dövrdən Maçdağanın tanınmış alim və müstəhidlərindən Hövzənin ibtidai və orta səthli dərslərini öyrənmişdir. Belə ki, Seyyid Mir Nəcəf hövzəsinə getməzdən öncə geniş dini savada malik idi. Maçdağa ağsaqqallarının dediyinə əsasən Seyyid Mir Badkubeyi Bakının böyük müstəhidlərindən olan Ayətullah Mirzə Əbdülkərim Badkubeyinin sayılıb seçilən şagirdlərindən olmuşdur. Onun qeyri-adi istedadı və yüksək talantı Mirzə Əbdülkərimin heç vaxt diqqətindən yayınmırdı. Elə məhz ona görə də Seyyid Mirə dövrün din elmləri mərkəzi olan Nəcəf-ül-Əşrəf şəhərinə getməyi və orada təhsilini davam etdirməyi məsləhət görür. Elə həmin ərəfədə Seyyid Mirin atası Seyyid Təhmasib ağa dünyasını dəyişir və buna görə də Seyyid Mir qabaqcadan planlaşdırdığı səfərini tezləşdirməli olur. Çünki o, atasının vəsiyyətinə görə onu Nəcəf-ül-Əşrəfdə dəfn etməli idi. Görünür, atasının belə bir vəsiyyəti 26 yaşlı gəncin qərib diyarda yaşamasına gətirib çıxarır. O, atasını Nəcəf şəhərində dəfn etdikdən sonra ustadı Ayətullah Mirzə Əbdülkərim Badkubeyinin tövsiyəsinə əməl edərək Nəcəf hövzəsinə daxil olur. Seyyid Mir atasının cənazəsini İmam Əli əleyhissalamın mübarək hərəminin civarında dəfn etdikdən sonra Nəcəf hövzəsinin ictihad dərslərində iştirak etməklə təhsilini davam etdirir. O, hövzənin böyük müstəhid və fəqihlərinin elmindən bəhrələnərək özü də ictihad dərəcəsinə yüksəlir. Ayətullah Seyyid Mir fiqh və usulun xaric dərslərini Ayətullah Uzman Seyyid Məhəmməd Kasım Təbatəbai Yəzdi və Axund Xorasanidən almaqla yanaşı, fəlsəfə elmini də Nəcəfin tanınmış filosofu Ayətullah Seyyid Hüseyn Badkubeydən öyrənir. Ayətullah Seyyid Mirdə olan insani keyfiyyət və əxlaqi dəyərlər, habelə yüksək elmi dərəcəsi Şiə aləminin böyük mərcə-i təqlidi olan Həzrəti Ayətullah Uzman Seyyid Əbülhəsən İsfahaninin diqqətini cəlb etmişdi. Belə ki, sonda o, Axund Xorasaninin tövsiyəsinə əsasən qızı Fatimə bəyimin Ayətullah Seyyid Mirlə ailə qurmasına razı olur. Seyyid Mir Badkubeyi uzun illər Ayətullah Uzman Seyyid Əbülhəsən İsfahaninin dərslərində iştirak etməklə yanaşı, onun dəftərxanasını da idarə etmişdir. Əslində onun belə bir məsuliyyəti üzərinə götürməsinə səbəb Ayətullah Seyyid Əbülhəsən İsfahaninin oğlu Əllamə Seyyid Məhəmməd Həsən İsfahani şəhid olduqdan sonra yeganə güvəndiyi şəxs olduğu üçün idi. Elə bu səbəbdən də Ayətullah Seyyid Mirə təkcə Əbülhəsən İsfahaninin dəftərxanası deyil, Nəcəf və Kərbəlada yerləşən Badikubə mədrəsələrinin məsuliyyəti də həvalə edilmişdir. Seyyid Mir Nəcəf elmiyyə hövzəsində böyük elmi dərəcələrə və ictihad məqamına çatdıqdan sonra Nəcəf elmiyyə hövzəsində qalıb ustad kimi fəaliyyətini davam etdirmişdir. O, ustadlıq fəaliyyəti dönəmində hövzənin ən çətin dərslərini tədris etmiş və çoxlu savadlı alimlər yetişdirmişdir. Seyyid Mir Hüseyni Badkubeyi uzun illər İslam və Əhl-i Beyt əleyhimussalam məktəbinə əvəzedilməz xidmətindən sonra 7 dekabr 1940-cı ildə 57 yaşında Kazımin şəhərində dünyasını dəyişmiş və Nəcəf elmiyyə hövzəsinin tanınmış müstəhidlərinin müşayiəti, eləcə də Həzrət Ayətullah Seyyid Əbülhəsən İsfahaninin iştirakı ilə İmam Əli əleyhissalam ziyarətgahında dəfn edilmişdir. Ayətullah Seyyid Mir Badkubeyinin 7 övladı olmuşdur. Seyyidə Aminə bəyim, Bakının Saray kəndinin alimlərindən olan Şeyx Əli Badkubeyinin həyat yoldaşı, Seyyidə Xədicə bəyim, Seyyid Cəvad Mirsəccadi, Seyyid Cəfər Mirsəccadi, Seyyidə Sədiqə bəyim, Seyyidə Bədri bəyim, Seyyid Məhəmməd Hüseyn Mirsəccadi. Ayətullah Seyyid Mir Badkubeyinin övladlarının ikisi böyük İslam alimlərindən olmuşdur. Onlar atalarının vəfatından sonra İrana köçmüş və burada məskunlaşmışlar. Seyyid Mir Badkubeyinin böyük oğlu Seyyid Cəvad Mirsəccadidir.
Ayətullah Seyyid Cəvad Mirsəccadi Badukubeyi 1915-ci ildə İraqın Nəcəf şəhərində dünyaya gəlmişdir. O, hövzənin ənənəvi dərslərini atası və Nəcəf hövzəsinin digər ustadlarından almışdır. Seyyid Cəvad fiqhin xaric dərsini babası Ayətullah İsfahanidən alaraq ictihad dərəcəsinə nail olmuşdur. O, babasından əlavə bir çox müstəhidlərin də dərsində iştirak etmişdir. Məsələn, Ayətullah Seyyid Muhsin Həkim, Ayətullah Baqir Zəncani, Ayətullah Seyyid Əbulqasım Xoyi və s. Ayətullah Seyyid Cəvad Mirsəccadi Badukubeyi ictihad icazəsini Ayətullah Həsən Bucunurdi və Ayətullah Seyyid Cəmaləddin Gülpəqanidən almışdır. Seyyid Cəvad 1955-ci ildə Tehran şəhərinə köçmüşdür. O, Tehranda Ömər Xəyyəm prospektindəki İttifaq adlı məscidin imamı olmuşdur. Seyyid bu məscidə dini dərslərin tədrisi ilə məşğul olurdu. O, hər gün axşam namazından sonra təfsir və əhkam dərslərini tədris edirdi. Seyyid Quranın təfsir dərsini 7 dəfə tədris etmişdir. Ayətullah Seyyid Cəvad Mirsəccadi Badukubeyi 22 iyul 2011-ci il tarixində dünyasını dəyişir. Qəbri Həzrəti Məsumə Salamullahi Aleyhanın Pak hərəminin hücrələrindən birindədir. Ayətullah Seyyid Mir Badukubeyinin ikinci alim oğlu Ayətullah Seyyid Məhəmməd Hüseyn 1936-cı ildə Nəcəf şəhərində dünyaya gəlmişdir. O, 13 yaşından hövzənin ənənəvi dərslərini öyrənməyə başlamışdır. Seyyid Məhəmməd Hüseyn hövzənin səth dərslərini bitirdikdən sonra 1957-ci ildən Ayətullah Baqir Zəncani və Ayətullah Xoyinin xaric dərslərində iştirak etməyə başlamışdır. O, ictihad icazəsini Ayətullah Məhmud Şəhrudidən və Ayətullah Baqir Zəncanidən almışdır. Seyyid Məhəmməd Hüseyn Badukubeyi 1984-cü ildə Səddam Hüseyn rejiminin şiə alimlərini təqib etdiyi dövrdə İraqdan İrana hicrət etmiş və Tehran şəhərində məskunlaşmışdır. O, hal-hazırda Tehranda İmam Məhəmməd Təqi mədrəsəsində və Ayətullah Mustəhidinin mədrəsəsində fiqhin və usulun xaric dərslərini tədris edir.